Değerli dinləyicilər, Azərbaycan Dili Ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri, abituriyentlər, həmçinin şagirdlər. MİQ və sertifikasiya mətnləri seriyasından 8-ci dərsimizi təqdim edirəm. 8-ci mətnin sualı gözünüzün önündədir. Səsləndirməyə ehtiyac eləmirəm. Ona görə birbaşa mətni sizin üçün səsləndirirəm. Qurbağalar Antarktidadan başqa bütün qitələrdə yaşayırlar. Onlar adətən rütubətli iqlimi sevirlər. Lakin quru iqlimə də uyğunlaşırlar. Quyruqsuz iki həyatlar ən müasir amfibilərdir. Onların bədənləri quruda tullanma, suda isə üzmə hərəkətlərinə uyğunlaşmışdır. Təbiətdə uçan qurbağalar da mövcuddur. Budaqdan havaya tullanarkən barmaqlarını aralayaraq onların arasındakı pərdəni paraşüt kimi açırlar. Bu onurğalıların görmə qabiliyyətlərinin bir vacib xüsusiyyəti vardır. Onlar hərəkətsiz əşyaları görmürlər. Təbiətdə zəhərli qurbağalar da var. Cənubi Amerikada yaşayan ağaca çıxan qurbağa xüsusilə zəhərlidir. Onun dərisindən çıxan güclü zəhər damlası insanı öldürməyə kifayət edir. Mətni ikinci dəfə səsləndirirəm. Qurbağalar Antarktidadan başqa bütün qitələrdə yaşayırlar. Onlar adətən rütubətli iqlimi sevirlər. Lakin quru iqlimə də uyğunlaşırlar. Quyruqsuz iki həyatlılar ən müasir amfibilərdir. Onların bədənləri quruda tullanma, suda isə üzmə hərəkətlərinə uyğunlaşmışdır. Təbiətdə uçan qurbağalar da mövcuddur. Budaqdan havaya tullanarkən barmaqlarını aralayaraq onların arasındakı pərdəni paraşüt kimi açırlar. Bu onurğalıların görmə qabiliyyətlərinin bir vacib xüsusiyyəti də vardır. Onlar hərəkətsiz əşyaları görmürlər. Təbiətdə zəhərli qurbağalar da var. Cənubi Amerikada yaşayan ağaca çıxan qurbağa xüsusilə zəhərlidir. Onun dərisindən çıxan güclü zəhər damlası insanı öldürməyə kifayət edir. Bu məqamda videonu saxlamaq lazımdır. Sualı cavablandırıb, sonra həmin mətnin oxu variantına keçmək lazımdır. İndi keçirəm oxu variantına. Mətn gözünüzün önündədir. Videonu saxlayırsınız, mətni cavablandırırsınız. İndi isə keçirəm 7-ci mətnimizin izahını. Yedinci mətnimizdə gördüyünüz kimi cırcıramalarla bağlı bir mətn idi. Və orada sual belə idi. Mətnə əsasən cırcıramaların helikopterə bənzər bacarığı hesab oluna bilməz. Burada cırcıramanın helikopterə bənzədilməsindən sonra helikopterlə bağlı müqayisəsində göstərilir ki, havada asılı qala bilir, irəli, arxaya, yan tərəfə uça bilir, lazım gələrsə uçuş istiqamətini bir andaca dəyişə bilir. İndi burada havada asılı qala bilməsi, uçuş yönünü ani dəyişə bilməsi, arxaya uça bilməsi, yan tərəfə uça bilməsi onun helikopterlə oxşar cəhətidir. Amma qanadlarının bir-birindən asılı olmadan hərəkəti onun helikopterə bənzəyən xüsusiyyəti deyil. Sadəcə olaraq o bu xüsusiyyəti ilə helikopterin bacarığını qazanır. Amma deyək ki, helikopterlərin qanadlarının da bir-birindən asılı olmadan hərəkət etməsi ilə bağlı burada heç bir şey yox. Əvvəlcə yazır ki, cırcıramaların qanadları bir-birindən asılı olmayaraq işləyir. Onu havada helikopter kimi hərəkət etməyə imkan yaradır. Yəni, bu qanadların bir-birindən asılı olmadan hərəkəti ona helikopter özəlliyi qazandırır. Amma helikopter özəlliyi qazandırmaq nə deməkdir? Yəni, helikopter məxsus xüsusiyyətlər nədir? Havada asılı qalmaq, uçuş yönünü ani dəyişə bilmək, arxaya uça bilmək, yan tərəfə uça bilmək. Demək cavab A variantı. Yenə xatırladıram, burada A variantındakı xüsusiyyətinə görə o helikopterin bacarıqlarını qazanır. Amma helikopterdə xas bacarıqları isə B, C, D, Y variantında göstərilibdir ki, bu onun helikopterə bənzər bacarığıdır. Həmin bacarıq isə qanadlarının bir-birindən asılı olmadan hərəkəti ilə qazanır. Bu xüsusiyyət isə helikopterin özündə yoxdur ki, qanadları bir-birindən asılı olmadan hərəkət etsin və yaxud varsa da bu mətndə o göstərilməyib.
Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunursa, mənim üçün nə mutlu.